Bu videoda sizi 7 günlük balay səyahətimizə aparırıq. Bu bir həftə ərzində haralara getdik, hansı məkanları seçdik, nəqliyyatdan necə istifadə etdik, hamısını sizə addım-addım göstərəcəyik. Eyni zamanda qiymətlər necədir, nə qədər xərclədik və ən vacibi isə noyabr ayında İstanbul necə olur? Bütün bu məlumatları diqqətinizə çatdıracaq. Əgər siz də İstanbulda planlı, eyni zamanda rahat bir səyahət etmək istəyirsinizsə, bu video sizin üçün tam bir bələdçi olacaqdır. Hazırsınızsa başlaya bilərik. İstanbula səyahətimizi noyabr ayında planlamışdıq. Qeyd edim ki, biz 2 nəfərlik aviabiletlərimizi azaldan 720 manata gediş-dönüş olaraq almışdıq. İlk olaraq Sabiha Gökçen hava limanına endikdən sonra Havaist avtobusları ilə, köhnə adı ilə isə desək, Havaş avtobusları ilə Taksimə getdik. Qeyd edim ki, Havaş avtobusu bir nəfər üçün 375 TL idi, əgər səhv xatırlamıramsa. Lakin bizdə ilk olaraq TL olmadığı üçün biz belə deyək, öz bank kartımızı ilə ödədik. Taksimə çatdıqdan sonra isə biz funikulyora mindik. İlk olaraq Kabataşda düşdük. Daha sonra isə tramvayla Beyazıta yola düşdük. Qeyd edim ki, yəni artıq axşam olduğu üçün biz olduqca yorğun idik və buradan da artıq birbaşa otelə getdik. Qaldığımız oteli Beyazıt ərazisində biz seçmişdik. Bunun səbəbi isə lokasiyanın inanılmaz dərəcədə əlverişli bir yerdə olması idi. Otelə yerləşdikdən sonra axşam yeməyi üçün yaxınlıqdakı məkanlara baxdıq. İstanbul Universiteti tərəfdə yerləşən Hasan Paşa qonağı ilə qarşılaşdıq. Ümumiyyətlə ilk başda buranı seçib-seçməməkdə qərarsız qalmışdıq. Lakin ətrafa yayılan mahnı səslərindən içərinin əyləncəli ola biləcəyini düşünüb məkana daxil olduq. Gözlədiyimizdən də maraqlı oldu. Həqiqətən qiymətlər olduqca münasib və yemək porsiyaları da bol idi. İlk gün Beyazıt meydanına çıxıb, səhər yeməyimizi yedikdən sonra İstanbul Universitetinin ətrafı, Sahaflar çarşısı və Kapalı çarşını gəzdik. Daha sonra isə piyada Çəmbərlitaş və Sultanahmetə doğru getdik. Qeyd etmək istərdim ki, Ayasofya cami də Sultanahmetlə üzbəüz yerləşir. Burada doyunca gəzib çoxlu şəkillər çəkdirdik. Bundan sonra isə Sultanahmetin yaxınlığında yerləşən yerə batan Sarnıcıya daxil olduq. Bura o qədər gözəl idi ki, həqiqətən özünə məxsus bir atmosferi var. Qeyd etmək istərdim ki, giriş üçün yerli və xarici vətəndaşlarda qiymət fərqi vardır. Çıxışda isə artıq hava qaralmışdı və Sultanahmetin gecə görüntüsü də olduqca möhtəşəm idi. Buralarda da gəzib, daha sonra axşam yeməyini Sultanahmet köftəcisində yeyərək günü tamamladıq. Növbəti gün tramvayla Eminönünə getdik. Orada balıq ekmek yedik. Daha sonra isə Eminönü sahilində çoxlu şəkillər çəkdirərək, dəniz mənzərəsindən zövq alaraq gəzərək Qalataya getdik. Plan üzrə Qalata mənzərəli Viyana kahvesi restoranında San Sebastian və qəhvə sifariş etdik. Daha sonra İstanbula gəlmişkən Qalata kulesinə çıxmamış getməyə dedik. Həqiqətən çox növbə var idi. Ancaq səbirlə bu növbəni gözləyib Qalataya da çıxdıq. Oradan isə Taksimə getmək üçün İstiklal Caddəsinə doğru getdik. Təbii ki, Türkiyəyə gəlib də mağazalara girməmək olmazdı. Taksimdə həm mağazalara baxıb, həm də ətrafı gəzərək Saint Antoine kilsəsinə və Çiçək pasajına da daxil olduq. Axşamı isə Eminönünə yemək yemək üçün getdik və burada dəniz mənzərəsini, həmçinin gün batımını izlədik. Günü Çəmbərlitaşda Faruk Güllüoğlu restoranında türk baklavası yeyərək tamamladıq. Biz bu səyahətimizdə həm Avropa, həm də Asiya tərəfi görməyi planlaşdırmışdıq. Eminönündən vapurla Üsküdara getdik. Vapura minməmişdən öncə sahildə yerləşən simitçilərdən simit almışdıq. Bu videoda isə yoldaşım martılara simit atır. Vapurdan indikdən sonra isə Kuzguncuq səmtinə doğru irəlilədik. Yolda Fethi Paşa korusunu görüb orada daxil olduq. Qeyd edim ki, mənzərəsi olduqca hüzurlu və möhtəşəm idi. Burada səhər yeməyi yeyərək ətrafı gəzib biraz zaman keçirdik. Fethi Paşa korusundan çıxdıqdan sonra isə ora ilə üzbəüz yerləşən dəniz mənzərəli bir restoranda türk qəhvəsi içdik. Biraz da irəliləyib çox insanın bilmədiyi Üryanizadə məscidini gördük. Qeyd edim ki, dəniz mənzərəsinə qarşı ibadət olunması həqiqətən çox əla idi. Biraz da irəliləyərək artıq Kuzguncuqa çatdıq. Mənzərəsi, evləri, arxitekturası həqiqətən möhtəşəm idi. Şəkil və videolardan da bunu daha yaxşı görə bilərsiniz. Biraz qabaqda Sən Çal Qapımı serialının çəkildiyi Hala Floral Garden bağçasına da gördük. Buraya da daxil olub, biz də video və şəkillər çəkdirdik. Qeyd edim ki, daxil olmaq ödənişsizdir. Oradan da piyada Naqqaştepeyə getdik. Biraz dik idi. Buraya çıxmaq olduqca yorucu oldu. Əgər getmək istəsəz, bunu mütləq nəzərə almalısınız. Ancaq Naqqaştepeyə çatdıqda çox gözəl bir mənzərə bizi qarşıladı və bu mənzərə müşahidə edərək biz orada günorta yeməyimizi yedik. Bu bir neçə gün ərzində çox gəzdiyimiz üçün artıq biraz istirahət etmək lazım olduğunu düşünərək növbəti gün Beylərbeyi sarayı və Qız Kulesini görməyi hədəfləmişdik. Bunun üçün tramvayla Eminönünə getdik. Oradan isə vapurla Üsküdara, Üsküdardan isə avtobusla Beylərbeyi sarayına getdik. Burada da Türkiyənin digər muzeylərində olduğu kimi yerli və xarici vətəndaşlar üçün qiymət fərqi vardır. Burada doyunca zaman keçirdikdən sonra Qız Kulesinə doğru irəlilədik. Bu tərəfə getmişkən Qurtlar Vadisinin çəkildiyi Korcan bağçasına da gedib, orada şəkil çəkdirib zaman keçirə bilərsiniz. Yol boyu dəniz mənzərəsinə baxaraq, oradan da zövq alıb artıq otelə geri döndük.
Növbəti gün tramvayla Eminönünə, buradan isə Kadıköy vapuru ilə Kadıköyə getməyi hədəfləmişdik. Burada olduğumuz müddət ərzində ilk dəfə idi ki, vapura minən an doluya düşdük. Lakin çox uzun davam etmədi. Daha sonra isə göy üzü açılaraq olduqca möhtəşəm bir mənzərə yarandı. Kadıköyə çatdıqdan sonra Simit sarayında oturaraq səhər yeməyi yedik. Daha sonra isə Kadıköy boğazına doğru addımladıq. Burada yerləşən müxtəlif mağazaları gəzərək Moda sahilinə doğru getdik. Gəzdiyimiz küçələrdən birində Kemal Usta Waffles deyilən restoranla qarşılaşdıq. Buraya daxil olub waffle və qəhvə sifariş verdik. Qeyd edim ki, məkan olduqca kreativ və çox şirin idi. Videodan da bunu görə bilərsiniz. İstanbul səyahətimizin ən yadda qalan hissələrindən biri isə Moda sahilində gəzmək oldu. Bura olduqca huzurlu idi. Daha sonra isə vapura qayıdarkən gözəl bir gün batımı görüb, oradakı məkanlardan birində həmin mənzərəni izləmək üçün oturaraq çay içdik. Artıq sadəcə bir gün qaldığı üçün Beşiktaş Ortaköy, Bebek sahili və Nişantaşını gəzdik. Şəkildə isə İstanbuldan bizim üçün xatirə olaraq qalsın deyərək aldığımız bir neçə əşyaları sizinlə bölüşürəm. Balay səyahətimiz üçün İstanbulu seçməyimizin əsas səbəbi mənim İstanbulda olmamağım idi. Qeyd edim ki, yoldaşım bir neçə dəfə İstanbulda olsa da, mən isə Türkiyənin başqa şəhərlərində olmuşam. Buna görə də İstanbula getməyi qərara gəldik. Və həqiqətən də İstanbulu görmək, onun hər bir hissəsini qarış-qarış gəzmək mənim üçün olduqca xoş, gözəl xatirələrlə dolu bir səyahət oldu. Bizim hər bir anını doya-doya yaşadığımız və az da olsa bu xatirələrdən sizin diqqətinizə çatdırdığımız videonu möhtəşəm İstanbul mənzərəsi ilə sona çatdırırıq. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.